Qudyal çayda sel sularının səviyyəsinin qalxması nəticəsində Xaçmazın Xaspoladoba kəndində çayın kənarında yerləşən bir neçə yaşayış evi üçün təhlükə yaranıb. Çayın ətrafında yaşayan sakinlərin sözlərinə görə vəziyyətlə əlaqədar səhərə qədər növbə çəkirlər. Sakinlər bildirir ki, torpaq qatlarının lay-lay çaya tökülməsi vəziyyətinin ciddiləyindən xəbər verir. Mövcud problemlə bağlı zərər dəymiş sakinlərə yerli qurumlar tərəfindən çadırlar verilib. Sakinlər qəzalı evlərdən çadırlara təxliyə olunub. Həmçinin Qudyal çayı üzərindəki avtomobil körpüsü də qəzalı vəziyyətə düşüb. Xaspoladoba kəndi ərazisindəki körpünün sel sularının təsiri nəticəsində qəzalı vəziyyətə düşməsi səbəbindən ona yaxın kəndin rayon mərkəzi ilə əlaqəsi çətinləşib. Xaspoladoba, Qaracəlli, Gəncəli, Bəbəli, Əzizli, Əhmədoba, Hacı Əhmədoba, Hacı Qurbanova kəndlərinin sakinləri rayon mərkəzinə getmək üçün alternativ yollardan istifadə edirlər. Ayın 16-sından Qudyal çayda artım sularının nəticəsində bizim evimiz bu vəziyyətə qalıb. Təhlükə vəziyyətindədir, dağılır gedir. 2 dənə qonşu konkret körpə uşaqlarla qalmışıq zülümdə. Nə baxan var, iliyən var. Getir bir dənə texnika veriblər. O fağır da tək başına eləyə bilən işi də gir. Çadırda yaşayıram, qapısının zamlıqı yox. 2 dənə uşaq məktəbə göndərirəm, göndərə bilmirəm. Zülümdür, yaşayışım çətinlikdir. Sel suları evə düşür, evlərdə kətabədə gəlib. Mal heyvan çıxmalıdır, təsərrüfatçı adamam. Səhər otum gəlməlidir. Mal heyvanı bilməlidir, oğul uşaq yoxdur. Keçə bilmir buradan. Hara çıxsın o uşaq? Gedən yer yox, gələn yer yox, çıxış yox. Maşın lazımdır ki, en azından bir furğun yolu, bir traktor yolu olmasın. Axı bir dənə araba yolu olsun ki, biz malımızı, heyvanımızı, otumuzu getirək. Gəlib baxıb gedirlər. İndi sizə xahiş edirəm, bu sezon vaxtıdır. Uşaqlarımız qalmışıq belə, bax uşaqlar hamısı belə, məktəb belə fırlanırlar. Bax, otumuz gələcək, kombaynımız gələcək, nətər eləyəcəyik? Bu yoldan keçmək üçün hardan istifadə edirsiniz? Bu da yolda istifadə edib Köhnə Xaçmazdan. Gör neçə kilometrə fırlanıb gəlirik Köhnə Xaçmazdan. Buradan bura bizim aramızda, Xaçmazla bizim aramızda 2 kilometri var da, 2 kilometrə 15 kilometr hara. Yaranmış problemlə bağlı Xaçmaz rayon Fövqəladə Hallar Komissiyasının sədri, Xaçmaz rayon İcra Hakimiyyəti başçısının müavini Anar Oruclu Dünya TV-nin yerli bürosuna bildirib ki, ümumilikdə rayonun 6 inzibati ərazi vahidliyində 365 hektar kənd təsərrüfatı torpaqları sel suları basıb. Eyni zamanda sel sularından zərər çəkmiş 98 ev və həyətyanı sahələrə də baxış keçirilib. Körpülərə gəldikdə isə hərəkət təhlükəsizliyi baxımından müvəqqəti olaraq məhdudlaşdırılıb. Fəsadların aradan qaldırılması üçün müvafiq addımlar atılacaq. Könül Kazımova, Xanlar Qaraca, Bugün informasiya proqramı üçün.